Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli Elmir Əmlak kanalının izləyiciləri. Sizləri bugün Buzovnadan salamlayıram. Buzovnada favorit marketin yanında. Çox gözəl, bu gözəlliyində küçədən salamlayıram. Dəyərli izləyicilər, üzbəüz mərkəzi yoldur. Zaquliba, Buzovna, Bilgəh yolu. Evin o birisi hissəsində də küçə var. Orada asfaltdır. Mərkəzi küçə isə buradır. Bu evin yaxınlığında məktəb, aptek, poliklinika, favorit market, Araz market, Rahat market, hər bir belə deyim, marketlər və yaxud da məktəb, bağçalar bu evə yaxındır. Çox gözəl bir ərazidə sizlərə şəxsi bir villa təqdim edəcəm. Villamız bütöv olaraq əşyalı satılır. Sadəcə ev sahibinə aid olan bəzi əşyalar var, onlar çıxacaq inşallah. Amma onu da deyim ki, sizə şəxsi villa istəyən gözəl bir ərazidən bu villanı sizlərə təqdim eləməyə başlayıram. Küçəni sizlərə göstərdim, indi isə keçirəm evin daxilinə, həyətinə üzr istəyirəm. Buyurun, evin həyətinə keçən kimi üstü bağlı naves maşın saxlamaq üçün 3 maşın rahat dayana bilər. Ev haqqında, həyət haqqında sizlərə bir daha məlumat verim. Evin, həyətin, qazı, suyu, işığı, internet xətti hamısı daimidir, var. Darvaza da avtomatik olaraq qollarla təchiz olunub, pultla açılır, bağlanır. Ev 2 mərtəbədir. 2 mərtəbə plus mansardı var. Mansard sadəcə bugünkü gündə ev sahibi təmir eləməyib, çünki lazım olmayıb deyənə təmir eləməyib. Amma 2 mərtəbə, ikisi də bütün əşyalı, çox gözəl, keyfiyyətli təmirə malikdir. Hər tərəfdən kamera xəttlərindən təchiz olunub. İçəridə mən kamera nöqtələrini sizlərə göstərəcəm. Torpağın da evində kubçası var. Dəyərli izləyicilərimiz. Evin o tərəfi də küçədir. Asfalt küçədir. Hətta orada bir dənə qapısı var. Piyada keçid qapısı var. Hansı ki kimsə istəsə oradan da istifadə eləyə bilər. Evin yaxınlığında, evin küçəsində böyük şam ağacları var. Sonra evin ətrafında çox gözəl, çox qəşəng villalar və yaşayış sahəsi var. Bütöv olaraq 4 fəsil yaşamaq üçün tam hazır olan bir villadır. Villamız bugünkü gündə bütün əşyalarla birlikdə, bir daha söyləyirəm, bəzi əşyalar çıxmaq şərti ilə 430 min manata start olaraq, başlanğıc olaraq müştərilərimizə təklif olunur. Sizlərdən çox xahiş edirəm, bu villa, bu bağ evi, bu 4 fəsil yaşamaq üçün ev çox gözəl və qəşəng də inşa olunub. Həyət üçün nəzərdə tutulmuş burada sanitar qovşağı var. Kameralar göstərəcəm. Hər tərəfdən kamerası var. Hər tərəfdən təhlükəsiz kameraları var. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Ayrıca bura ariston da qoyulub tokla. Həyətdə kimsə istəsə istifadə eləmək mümkündür. Evin daxilində 4 yataq otağı, 3 dənə sanitar qovşağı yerləşir. Tam mərkəzdə dəvə boynu olan filtrli hovuzu. Oturmaq üçün skameykalar, yaşıllıq var. Bir də məlumat verim. Evin işıqlandırması çox superdir, çox qəşəngdir. Onu gecə görmək lazımdır. Çox qəşəngdir. Hər tərəfdən. Bir də evin hər tərəfinə fırlanmaq olur. Kamera. Sonra evin sol tərəfində manqal inşa olunub burada. Çox qəşəng və keyfiyyətli də manqal inşa olunub. Yanında su hövzəsi var. Bir də evin arxasında, orada evin bütöv olaraq texniki otağı orada yerləşir. Həyəti bitirdim, bütün məlumatları verdim, qiyməti dedim, sənədləri dedim sizlərə. İndi isə keçirəm evin. Ev gördüyümüz kimi yerdən hündürdə tikilib, hardasa deyim də sizə 7-8 daş yuxarıda inşa olunub, kürsülüdür. Bütöv olaraq ağlay daşları, bir də kabançıq daşlardan istifadə olunaraq təmir olunub, üzlənib. Evin ümumi giriş qapısının qarşısında kiçik burada belə bir veranda var, oturmaq üçün. Buranın da işıqları var. Burada hava çox qəşəngdir. Sağ olsunlar, çay da qoyublar. İndi isə keçək evin daxilinə, evin içərisi ilə də sizləri tanış edeyim. Keçdik evin daxilinə. Kiçik bir dəhliz. Paltar asmaq üçün dolab, sonra qapı açılır, evin daxilinə keçirik. Gedək. Birinci mərtəbədə olan bütün pəncərələr hamısı dəmir barmaqlarla təchiz olunub. Mətbəxə bax, maşallah. Çox qəşəng. Allah bütün xanımların canını sağ eləsin. Hər zaman yemək içmək tapılsın, mətbəxdə qazan qaynasın. Mətbəx mebeli, gördüyümüz kimi hamısı bahalı aksesuarlar, bahalı mebellər, bahalı elektronikalardan təchiz olunub.
Hər bir şey evin içərisində qala bilər. Amma bir daha söyləyirəm, təkrar eləyirəm, ev sahibinə aid olan bəzi əşyalar çıxacaq. Atoplen sistemi isti döşəməli bəzi yerlər, bəzi yerlərdə atopleni var. O da həyətində oturub yerlənmək üçün. Bunu demək istəyirdim sizlərə. Kamera xəttlərini göstərmək istəyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə kamera xətti var. Bunu göstərmən dedim, evin sağ tərəfində asfalt yol var. Baxın, bu həmən yoldur, evin sağ tərəfidir. Bu da sol tərəfidir. Bütün olaraq ağaclıqdır maşallah. Çox qəşəngdir. Keçirəm buradan. Mən sizə sanitar qovşağını da göstərim. Sanitar qovşağı, ayrıca tualet, ayaq yolu və ayrıca hamam. Bu aksesuarları da maşallah görürsünüz. Bu birinci mərtəbədir. Olan sanitar qovşağıdır. Buranı da çamaşırxana kimi istifadə edirlər. Paltar yuyan maşın və quruducu. İndi isə qalxaq ikinci mərtəbəyə. Gəl. Kəsərsən. Ayda. Dəyərli izləyicilərimiz, biz hal-hazırda evin ikinci mərtəbəsindəyik. Ev, bir daha söyləyirəm, monolit beton kolon ligerlərlə, bahalı əşyalarla, çox keyfiyyətli materiallarla təmir olunub. İkinci mərtəbədə də damafon var, birinci mərtəbədə də. Qalxan kimi sağ tərəfdə birinci yataq otağı, uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı. Hər bir yataq otağının kondisioneri var. İkinci yataq otağı. Bir buradan göstərə bilərsən yanında olan villaları. Tam mərkəzdə yerləşən sanitar qovşağı. Valideyn yataq otağı. Pəncərə nəmlərini bir bura. Maşallah. Bütün hamısı villalardır. Yataq otağının daxilində sanitar qovşağı, kondisioneri, yataq dəsti, hər bir şeyi var. Sizə bir dənədir, axırıncı, dördüncü yataq otağını göstərəcəm. Amma ev sahibi buranı eləyib özü üçün qonaq otağı, ikinci mərtəbədə. Amma kim istəsə özü üçün yataq otağı eləyə bilər. Bu da geniş, böyük bir qonaq otağı. Əziz və dəyərli izləyicilərimiz, yıxıla-yıxıla da olsa bugün bu gözəl şəxsi evin, şəxsi bağ evinin, şəxsi villanın 4 fəsil yaşamaq üçün nəzərdə tutulmuş bu evin təqdimatını bitirdim. Çox sağ olun bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.